Hər vaxtınız xeyir. Heç olubmu ki, ingilis dilində bir sözə baxırsınız, amma onu necə səsləndirəcəyinizi bilmirsiniz. Deyilişi yazılışına heç uyğun gəlmir. Bax, bugün biz bu qarışıqlığı aradan qaldıracaq çox sadə bir üsulu, tələffüzün sanki gizli bir xəritəsini kəşf edəcəyik. Bu izahın sonunda əminəm ki, hər bir sözü daha inamla tələffüz edəcəksiniz. Elə isə gəlin başlayaq. Yəqin ki, lüğətdə bir söz axtaranda yanında bu cür qəribə işarələr görmüsünüz, elə deyilmi? Sanki hansısa bir gizli koddur və heç bir mənası yoxdur. Amma sizə əmin edirəm, bu sirli görünüşün arxasında əslində çox sadə və məntiqli bir sistem dayanır. Baxın, bu simvollar əslində sirr deyil. Əksinə, sirrin açarıdır. Bu, beynəlxalq fonetik əlifbadır, ya da qısaca IPA. Onun qaydası isə çox sadədir. Bir səs üçün sadəcə bir simvol. Artıq o, U, Q, H hərflərinin niyə hər sözdə fərqli səsləndiyini düşünməyə ehtiyac qalmır. IPA sizə birbaşa sözün səs xəritəsini verir və bu xəritə ilə tələffüz artıq təxmini yox, tam dəqiq olur. Yaxşı, nəzəriyyə bu qədər bəsdir, gəlin bu xəritəni oxumağa başlayaq. İlk dayanacağımız isə ailə və insanlar mövzusudur. Mən sözü və onun IPA tələffüzünü səsləndirəcəm, sizdən isə xahişim diqqətlə qulaq asın və mənimlə birlikdə təkrar etməkdən çəkinməyin. Hazırsınız, başladıq. Gəlin başlayaq. İlk sözümüz grandparents. İndi tələffüzünə baxaq. Grandparents. Gəlin bir daha deyək. Grandparents. İndi isə ayrı-ayrılıqda. Grandfather. Fikir verin, grandfather və grandmother. Tələffüzü isə belədir. Grandmother. Gördüyünüz kimi IPA hər səsin necə deməli olduğumuzu bizə addım-addım göstərir. Davam edirik. Mother, mother. İndi isə father, father. Baxın, bu çox maraqlı bir detaldır. Fikir verin, father sözündəki A səsi, yəni A, biraz daha uzun tələffüz edilir. Məhz IPA bizə bu incə, amma vacib fərqləri göstərir. Və son olaraq uncle. Uncle. Və bu bölmədən son 3 sözümüz gəlir. Birincisi aunt. Tələffüzünə baxın. Aunt. Buradakı A səsi, yəni o iki nöqtə səsin uzun olmalı olduğunu göstərir. Sonra sister, sister və nəhayət brother, brother. IP ilə hər bir səs öz yerini tapır. Qarşılığa heç bir yer qalmır. Əla getdi. İndi isə gəlin növbəti mövzuya keçək. Bu bölmədə biz insanların xarici görünüşünü təsvir etmək üçün istifadə olunan bəzi sözlərin tələffüzünü məşq edəcəyik. Gəlin bu iki sözü müqayisə edək. Birincisi long, long. İkincisi isə short, short. IPA simvollarına diqqətlə baxın, fərqi dərhal görürsünüz, elə deyilmi? Birində qısa O səsi, digərində isə o iki nöqtə ilə göstərilən uzun O səsi. Bax, bu kiçik fərq mənanı tamamilə dəyişir və IPA bunu vizual olaraq anlamağımıza kömək edir. Yenə maraqlı bir nümunə. Məsələn, saç rəngini təsvir edərkən dark, dark və onun əksi fair, fair. Fikir verirsiniz, hər iki sözdə A hərfi var, amma səslər tamamilə fərqlidir. Biri uzun A, digəri isə E. IPA olmasaydı, bunu təxmin etmək nə qədər çətin olardı, hə? Və bu bölməni son 3 sözlə tamamlayırıq. Gəlin birlikdə tələffüz edək. Birincisi, tall, tall. Super. İkincisi, single, single. Və sonuncusu, married, married. Əla işdir. Və artıq sonuncu söz qrupumuza gəlib çatdıq. Bu dəfə mövzumuz daha şəndir. Bayramlar və xüsusi tədbirlərlə bağlı sözləri öyrənəcəyik. Baxın, celebration kimi uzun bir söz iç baxışdan adamı qorxuda bilər. Amma gəlin onun IPA xəritəsinə baxaq. O, sanki uzun bir yolu bizim üçün kiçik, asan addımlara bölür. Celebration. İndi birlikdə deyək. Celebration. Gördünüz necə asanlaşdı. İkinci sözümüz isə daha qısadır. Party, party. Və gəldik ən dadlı sözlərə. Birthday, birthday. Baxın, o çox vaxt çətinlik yaradan S səsi üçün IPA-nın xüsusi bir işarəsi var. Th. Bu, dilin ucunu yüngülcə ön dişlərin arasına qoyub dediyimiz səsdir. Və ad günü olmadan olmaz ki, əlbəttə, cake, cake. Biz birlikdə bir neçə sözü məşq etdik, amma əslində ən vacibi bu deyil. Ən əsası odur ki, siz artıq bu tələffüz xəritəsini, yəni IPA-ni necə oxumaq lazım olduğunu bilirsiniz. Artıq güc sizin əlinizdədir. İndi gəlin baxaq, bu alətdən necə sərbəst istifadə edə bilərsiniz. Deməli, yekunlaşdırsaq, yadda saxlayın, IPA o qorxulu gizli kod deyil, sizin şəxsi tələffüz bələdçinizdir. Bəs indi nə etməli? Çox sadə. Tələffüzündə əmin olmadığınız hər hansı bir sözü götürün, onun IP yazılışına baxın və qızıl qaydanı unutmayın.
Qulaq asın, sonra isə cəsarətlə təkrarlayın. Hər bir təkrar sizi mükəmməl tələffüzə biraz da yaxınlaşdıracaq. Və sonda sizə bir sualım var. Sizi həmişə çaşdıran, deməyə çəkindiyiniz o bir ingilis sözü hansıdır? Rəylərdə bizimlə bölüşün. Amma daha da vacibi, bu izahdan sonra gedin o sözün IPA transkripsiyasını tapın və onu fəth edin. Çünki artıq açar sizin əlinizdədir. Unutmayın, düzgün alətlə heç bir sözün tələffüzü çətin deyil.